Sual verilir ki, öncəki illərin qılınmayan namazları qəzası qılınmalıdırmı? Adam var 30 yaşında başlayır namaza, öncəki illər necə olur? Tövbə etməlidir ya qılmalıdır? Yəni burada ixtilaf var, amma daha yaxın olan odur ki, insan tövbə edərək namazına başlayır və fərz namazlarını və nafilə namazlarını yaxşı qılarsa, yəni inşallah digər ötən namazların bağışlanmasına səbəb ola bilər. Çünki buna dəlil yoxdur. Ötən namazların qəzasının qılınmasına dəlil yoxdur. Birincisi dəlil yoxdur. İkincisi insana desən ki 30 yaşından sonra, 40 yaşından sonra sən 15 yaşından indiyə qədər qılmadığın namazları qılmalısan. Yəni onun tövbəsinə belə mane olar. Tövbədən, yəni hidayətə gəlməkdən boyun qaçıra bilər. Yəni birincisi buna dəlil yoxdur. Yəni hansı namazların qəzası var? Yəni insanı unudaraq ötürdüyü namazların qəzası var. Amma bilə-bilə ötürdüyü namazın qəzası isə yoxdur. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mən nəmə an salatin əv nəsihə fəlyusalliha idə zəkaraha." Yəni kim yatıb qalarsa və ya unudarsa, xatırlayan kimi qılsın. Onun kəffarəsi yalnız odur.